O dostumuzu bütün gün görək, xəbər tutaq ondan, onun səsini eşidək. Ən çətin anlarımızda, məsələn, onun səsini eşitdiyimiz anda aram oluruq. Və yaxud dost olmasın, hər hansı bir qohum, yaxın bir şəxs olsun. Deməli, biz hələ də Allahla məhəbbət bağımızı düzəldə bilməmişik. Tam olaraq həqiqətdə sübut edə bilməmişik ki, sevirik Allahı. Və ən başlıca iş budur ki, biz Allahı sevməyə başlamalıyıq. Münasibətimizi düzəltməliyik. Əgər biz Allahı sevsək, eynilə dünya dostlarını necə axtarırıqsa, artıq o dünya dostlarını kənara qoyacaq və biz başlayacaq həqiqətdə Allahın səsini daha çox eşitməyə. Yəni, ümumiyyətlə, Allahın bizlə danışmasını, bizim Allahla danışmamıza əhəmiyyət verməyə. Quran oxuyuruq, Allah bizə öz sözlərini çatdırır, bizimlə danışır. Namaz qılırıq, biz Allahla danışırıq. Əgər biz bu dostu sevsək, biz namaz qılarkən nə cür qılarıq namazı?